أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا محمد وآله الطاهرين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Allah'ın salamı salavatı olsun size aziz ve hürmetli müminlere. Allah'tan siz azizlerime uzun ömür, can sağlığı arzulayıram. Allah inşallah dünya ve ahirette bizi Muhammed ala Muhammed'den kenara salmasın. Söhbetimiz İslam tarihinin hakkındaydı ve bu son celeselerde məqsədimiz demək olar o hicretten sonra əmələ gələn hadisələri, lazım olan və o mühüm hadisələrdən mən xidmətinizə təqdim edirdim və onları tozih verirdim. Amma hicretin dördündə əmələ gələn və vaqi olan hadisələrin əhəmmiyyətinə və mühümüsünə mən işarə edirəm. O cümlə hadisələrdən və işlərdən birisi ki, hicretin dördündə baş verdi və Allahın əmri ilə onun hökmü Peyğəmbərə çatdı. O ibarət idir məşrubatın, içkinin haram olmasından. Allah təbarək və Teala hicretin dördündə Cəbrailin vasitəsilə içkini tam dərəcədə bütün insanlara, müsəlmanlara haram buyurub və onun tərkini lazım bildi. Və ha belə hicretin dördündə o cümlə gözəl bir hadisələrdən demək olar ki, əmələ gəlibdir, ibarətdir. İmam-ı Hüseyin əleyhissalamın viladət-i basaadətindən ki, İmam Hüseyin əleyhissalamın viladəti hicretin dördündə Şaban ayının 3-də vaqe olub. Allah inşallah İmam Hüseynin ziyarətini cəmi arzu eləyənlərə dünyada nəsib və qismət eləsin və ahirətdə onun şəfaəti ilə hamımızı xoşhal eləsin. Və ha belə hicretin dördündə Fatimə Əsəd qızı, yəni Ali əleyhissalamın anası dünyanı tərk edib və öz canını can verən Allaha təqdim edib və təslim edibdir və dünyasını dəyişib. Amma hicretin 5-də olan hadisələrə işarə eləyirəm. O cümlə mühüm hadisələrdən birisi ki, hicretin 5-də üz veribdir, ibarətdir hicabın vacib olmasından. Allah Teala hicretin 5-də idi ki, Peyğəmbərə hicab məsələsini çatdırdı ki, müsəlmanlara çatdıra, hicab qadınlara vacibdir. Və ha belə o cümlə çox mühüm və çox qovlu məruf deyərlər, məşhur və adlı sanlı o hadisələrdən birisi ki, doğrudan da çox əzəmətli bir hadisədir, ibarətdir Xəndək müharibəsindən. Bu Xəndək müharibəsinə Əhzab müharibəsi də deyirlər. Amma nə üçün bu müharibəyə Əhzab müharibəsi deyirlər? Onun səbəbi ibarətdir bundan. Hicretin 5-də idi ki, demək olar, bütün düşmənlər, yəni İslamın bütün düşmənləri Qureyşidən tutub ta Yevrilərə qədər, Məsihlərə qədər, Xristiyanlara qədər və bütün ərəblər və bütün qəbilələrin sərkərdələri, böyükləri tamam Əhzab və hizbilərin böyücü hər kəs lazım olan öz qrupasını yığıb, hazırlayıb, demək olar, Əl-Kufru millətun vahidə,
O zaman belə bir nəticəyə gəldilər ki, bundan belə ki, Peyğəmbər 13 il müddətində Məkkədə küfrün qarşısında dayandı. Allah'ın havlu qüvvəti ilə sözünü başa çatdırdı və sözünü cəmaata yetirdi. Və ha belə indi ki, Peyğəmbərin hicrətindən 5 ildir Mədinə-i Münəvvərədə keçir. Bundan belə ki, bu hicrətin 5-dən qabaq neçə dənə mühüm müharibə, o cümlədən Bədr müharibəsi, Uhud müharibəsi ki baş verib, bundan belə də yenə İslam elə demək olar öz qıçının üstündə durub, tamam qudret və qüvvəti ilə küfrün əleyhinə hərəkət edir və onların qarşısında dayanıbdır. Odur ki, Qureyşin sərkərdələri, ərəblər o zaman və bütpərəslər və ha belə onlarla həm əqidə olan bir insanlar ki, İslamın əleyhinə çalışırdılar və İslamın irəli getməsini istəmirdilər, Yevrilər kimi, Xristiyanlar kimi. Odur ki, o gün, yəni hicrətin 5-də bunlar hamısı bu fikrə gəldilər ki, bir yerə yığışalar, böyük bir hizb və qoşun və ləşkər demək olar təşkil eləyərlər və hamılıqca bahəm Mədinəyə sarı hərəkət eləyərlər və gedərlər bu niyyətlə və bu fikrlə ki, əslən İslamın və müsəlmanların kökünü Mədinədən bir dəfə qazalar və onları mədum eləyib aradan aparalar. Beləncə bir fikrlə yığışdılar bir yerə ki, Mədinəyə sarı hərəkət eləyərlər və bu nəticəyə yetişələr. Amma din İslamı həqiqətən İslam Peyğəmbərinə verən Allahdır və din İslamı qoruyan və o əşrarın şərrindən hifz eləyən də Allahdır. Nəysə düşmən elan elədi Məkkədə bütün qəbilələrə, bütün öz sərkərdələrinə və ha belə başqa bir hizbilərə ki, lazımdır sizə hamılıqca gələsiz, bir yerə toplanasız, böyük bir ləşkər, qoşun təşkil verəğin. Bu məqsədlə ki, istəyirik İslam Peyğəmbəri ilə əsasi müqabilə eləyib onu aradan aparağın. Odur ki, beləncə bir elandan sonra hududu 10.000 nəfər cəmaat ələ, qılınc, şəmşir, neyzə alıb və öz hazırlıqlarını onlara göstərdilər və elan elədilər ki, biz hazırıq İslam qoşununun qarşısında dayanıb və onlarla mübarizə eləyəyin. 10.000 nəfər qoşunun rəhbəriyyətini o Qureyşin sərkərdələri öz öhdələrinə alıb və qərar oldu ki, Məkkəni tərk eləyib Mədinəyə sarı hərəkət eləyələr. Bu 10.000 qoşunun demək olar o tərrukatı, hərəkəti, Mədinəyə sarı gəlməsi Peyğəmbərin qulağına çatır ki, bəli, düşmənin belə bir fikri var və həqiqətən də bu fikir, bu hərəkət və bu iş çox həssas, xətərnak və vaqən viranə eləyən bir məsələdir. Odur ki, Peyğəmbərə lazımdır ki, bunun qarşısını ala və bu haqda fikir eləyə. Odur ki, bu məsələni müsəlmanlara çatdırdı, mühacir və ənsara və öz dostlarına, köməkçilərinə ki, əşrar-ı kuffarın, bütpərəslərin belə bir fikri vardı. Sizə lazımdır ki, özünüzü hazır eləyəsiz və özünüzdə hazırlıq yaradasınız ki, eləyə biləğin belənçi bir hücumun və həmlənin qarşısında dayanıb və onların zərbəsini, sədməsini özlərinə qaytarağın. Odur ki, Peyğəmbərin elanından sonra hududu 3.000 nəfər gəldilər, adlarını yazdırdılar, elan elədilər ki, ya Rasulallah, biz sənin xidmətindəyik və hazırıq İslamdan difa eləyəğin. 3.000 nəfər. Amma belənçi bir hücumun qarşısında mümkündür bu 3.000 nəfər kifayət eləməyə. Bu məsələyə yaxşı tədbir lazımdır. Odur ki,
o cümlə müsəlmanlardan birisi ki, doğrudan da hər cəhətdən Peyğəmbərə iman gətirmişdi və Peyğəmbərin ən yaxın sahabələrindən sayılırdı. Səlman-ı Farsi idi. Hətmən Səlman-ı Farsinin haqqında söhbətlər eşidibsiz ki, biləxərə bu İran ölkəsindən hərəkət edibdi, gedibdi Məkkəyə və orada Peyğəmbərə çatıb, Peyğəmbəri tanıyıb və Peyğəmbərə iman gətirib, o qədər özünü Peyğəmbərə yaxın eləyib ki, Peyğəmbər Səlman-ı Farsinin haqqında belə buyurubdu ki, Əs-Səlmanu minna əhləl beyt. Səlman bizi əhl-i beytdəndir. Yəni bir belən Peyğəmbər onu özünə yaxın hiss eləyibdi. Hər halda Səlman ki, bu xəbəri Peyğəmbərdən eşitdi ki, kuffarın, bütpərəslərin belə bir fikri var, istillər, gələlər, böyük zərbəni İslam'a vuralar. Səlman dedi, ya Rasulallah, mənə belə gəlir, mənim fikrimə belə gəlir ki, əgər biz bu işi onların qarşısında görsək, çox faydalı olacaqdır və onların hücumunun qarşısını ala bilirik. Və o ibarətdir bundan ki, belə məsləhət gördü, məsləhət verdi Peyğəmbərə ki, əgər salah görsən, ya Rasulallah, biz Mədinə şəhrinin ətrafına, bayırına xəndək qazağın. Odur ki, o zaman hududu 100.000 nəfər müsəlman Mədinədə var idi. Demək olar bu 100.000 nəfər müsəlman elə ümumiyyətdə bu xəndəqi qazmaqda Peyğəmbərə kömək elədilər. Peyğəmbərin özü Həzrəti Əli əleyhissalam və digər sahabələri və ən yaxın dostları bu xəndəqi qazmaqda qədəm götürüb və iş gördülər. Odur ki, az müddətdə bu xəndək Mədinənin ətrafında tamam oldu. Bu buna xatır idi ki, düşmən doğrudan da elə bu fikirlə gəlirdi ki, müsəlmanların və İslamın kökünü qazıb bir dəfəlik aradan apara və hədəfi buydu. Amma o vaxtı ki, düşmən hərəkət edir və istəyir gələ Mədinəyə keçə, onda xəndəq ilə üzbəüz olacaq və bu xəndəq onların hücumunun qarşısını Mədinəyə, İslam'a, müsəlmanlara alacaqdır. Odur ki, xəndəq qurtuldu və düşmən də o tərəfdən Məkkədən 10.000 nəfərlə hərəkət ediblər, gəlirlər. Bu hesabla ki, böyük bir müharibəni Mədinənin kənarında, ətrafında müsəlmanlarla başlayalar və qələbə çalalar və müsəlmanlar məğlub olub aradan gedələr. Amma elə ki, bu 10.000 nəfər Əbu Sufyan o digər o sərkərdələrin rəhbərliyi ilə gəldilər Mədinəyə çatmamış, belə fikir edilər ki, indi İslamın qoşunu Mədinənin xaricindədir, Mədinənin kənarındadır, müharibə şəhridən kənarda baş verəcək. Amma gördülər, müsəlmanlardan xəbər yoxdur və şəhrə girmək məqsədi ilə öz hərəkətlərinə davam verdilər. Gəldilər, ta istədilər şəhrə girələr və şəhri təsərrüf eləyib müsəlmanlara böyük zərbəni və sədməni yetirələr, öldürənləri öldürələr, əsir tutanları əsir tutalar və İslamın Fatihəsini oxuyalar. Amma elə ki, gəldilər, öz müqabillərində böyük bir xəndəq ilə müvacih oldular. Bu xəndəq elə bir xəndəq idi ki, adi bir insan rahatçılıq ilə, sadəlik ilə xəndəqin bu tərəfindən o tərəfinə atlana bilməzdi, keçə bilməzdi və çətin bir məsələ idi. Çünki fasiləsi çox idi, sadəlikcə bir insan özü və yaxud atı ilə də hətta keçə bilməzdi. Bunun əni belə bir yekəlikdə idi. Və ha belə bu xəndəqin dərinliği, umqu da o qədər idi ki, əgər bir nəfər düşsəydi bu xəndəqin içinə, sadəlik ilə çıxa bilməzdi. Hər halda gəldilər, xəndəq ilə müvacih oldular, Mədinəyə keçə bilmədilər. Hududu bir ay xəndəqin bu tərəfində qaldılar. Daha demək olar bir halət gəldi bunlara ki, daha yoruldular bu bir ayı xəndəqin bu tərəfində qalmaqdan. Yavaş-yavaş tədricən
onların otu, ələfi, azuqəsi, ləvazım və əşyayı közlərinlə gətirmişdilər, qurtuldu və axırda bu fikrə gəldilər və təsmim tutdular ki, həddəqəl bir neçə nəfər o məruf və məşhur pəhləvanlardan özünü hazırlaya, bu xəndəqin o tərəf bu tərəfinə keçə, görə hardan keçə bilər xəndəqin bu tərəfinə ki, gedə müsəlmanların qarşısında dayana və onlardan mübariz istəyə, onlardan özünə həmrəzm istəyə və müharibəni başlaya. Odur ki, 5 nəfər hazır, özlərində hazırlıq gördülər və özlərini hazır elədilər ki, xəndəkdən o tərəfə geçələr və müsəlmanlardan mübariz tələb eləyələr. O cümlə, o 5 nəfərin birisi Əmr ibn Əbdəviddir. Əmr ibn Əbdəvid öz növbəsində çox qudrətmənd, güclü və zor və qovlu məruf deyirlər bir pəhləvanıdır. Elə bir pəhləvanıdır ki, deyirlər o zaman öz vaxtında 1000 nəfərin qarşısında dayana bilərdi. 1000 nəfərlə mübarizə eləyib və müharibə eləyə bilərdi. Çox qudrətmənd və güclü, qəvvi bir pəhləvan və müharibə eləyən bir şəxs idi. Bu cür, hər halda Əmr ibn Əbdəvid 4 nəfər ayrısı ilə, ayrı bir şəxslə keçdilər xəndəqin bu tərəfinə, axtardılar bir münasib bir yeri ki, eləyə bilərdilər, atları ilə tullanalar xəndəqin o tərəfinə. Hər halda biləxərə özlərini çatdırdılar xəndəqin tərəfinə və geçdilər müsəlmanların yanına, özlərini müsəlmanlara yaxınlatdılar. Bir halda ki, müsəlmanlar da doğrudan qorxurlar və hiss edirlər ki, 10.000 nəfərdən artıq qoşun xəndəqin o tərəfindədir. Və o kəsi keçibdi xəndəqin bu tərəfinə. Əmr ibn Əbdəvid kimin bir insandır ki, heç kəs ondan hazır deyil müqabil eləyə, hazır deyil ondan müharibə eləyə. İndi belənçi bir vaxtda Əmr ibn Əbdəvid nərə tapır, nərə vurur və səslənir, həl-min mübariz, ay müsəlmanlar, aya sizin içinizdə bir mübariz yoxdur, gələ məndən mübarizə eləyə. Neçə dəfə bu sözü deyəndən sonra hər dəfədə Əli əleyhissalam durdu ayağa, ya Rasulallah, icazə verirsən mənə, mən durum bu nanəcib bir şəxsin cavabını verim. Peyğəmbər buyurdu, əyləş. Birinci dəfə əyləşdi. Müsəlmanlar titriyirlər, qorxurlar ki, hər kəs bunun qarşısına geçsə, onu həlak eləyib aradan aparacaqdır. Odur ki, doğrudan da həqiqətən heç birisi özünə cürət vermirdi ki, dura ayağa, ged ondan müqabilə eləyəm. Birinci dəfə, ikinci dəfə, üçüncü dəfə ki, hər dəfə həl-min mübariz istəyirdi. Hər dəfə Əli əleyhissalam dururdu ayağa, ya Rasulallah, mənə icazə ver. Üçüncü dəfədə Peyğəmbər buyurdu, ey Əli can, mən gördüm səndən başqa bir cavan yoxdur, dura bu şəxsin cavabını verəm. Odur ki, Əli əleyhissalam hazırlaşdı, keçə meydana və o şəxsə sarı gedə Əmr ibn Əbdəvidlə müharibə eləyə və görək bu müharibənin nəticəsi nə cür olur. Peyğəmbər buyurdu, ey Əli, bilirsən bu kimdir? Bu Əmr ibn Əbdəviddir. Əmr ibn Əbdəvid 2000 nəfərlə müqabilə eləyər. Belənçi bir şəxslə istəyirsən müharibə eləyəsən. Əli əleyhissalam da buyurdu, ya Rasulallah, ya Muhammed, ya Rasulallah, mən də Əli ibn Əbi Talibəm. Peyğəmbər buyurdu, ey Əli can, bax bu məsələyə sən diqqət elə. Əgər sən qalib gəlsən, bir fərdin və bir şəxsin qalib gəlməsi deyil, bəlkə İslam qalib gəlib və əgər Əmr ibn Əbdəvid qalib gəlsə, təhcə Əmr ibn Əbdəvidin qalib gəlməsi deyil, bəlkə ləşkəri kufr qalib gəlibdir. Odur ki, bu müharibədə iki şəxsin müharibəsi mətrəh deyil. Bəlkə bu müharibədə həqiqətən İslamla küfr müqabilə eləyib bir-birinin qarşısında dayanıb. Hər hansı məğlub gəlsə, o din məğlub gəlib.
əgər hər hansı da qalib gəlsə, o din qalib gəlib. Odur ki, Ali əleyhissalam Peyğəmbərdən icazə istəyib, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm öz qılıncını, şəmşirini verdi Həzrəti Ali əleyhissalamın əlinə, onun kəmərini bağladı, Ali əleyhissalamın haqqında yaxşı dua elədi və onu Əmr ibn Əbdəvidin tərəfinə göndərdi ki, gedə o cür bir dənə küfrün mübarizinin cavabını verəm və İslamın üzünü ağ eləyib və İslamı sərbulənd eləyəm. Allah təbarək və teala inşallah bizi dünya və axirətdə Ali əleyhissalamdan kənara salmasın. İnşallah gələn söhbətimdə bu Cəng-i Xəndəqin, Xəndək müharibəsinin ardını, davamını elərəm və başqa bir məsailə də inşallah başlarıq. Mən sizi mehriban Allaha tapşırıram. Allah aqibət əmrlərimizi xətmi bi xeyr eləsin. Vəssalamu